yarı dünyanın o başından durup gelip bura bir seyir Afganistan'a uzatır, bir seyir Irak'a, Yemen'e, ne bileyim Suriye, Filistin'e, elinden gelen Pakistan'a, İran'a, Rusya'ya, Çin'e. Bəzi adamda intihar var ki, buna heç söz deməyəsən, elə bu görün istədiyini eləyə, nə mənə istəyir təhmil elə. Hindəki görsən də Meksika, Grinləndə, Kanadaya, hər kəs elə fikir edir. Qardaş, sən kimsən? Sən kimsən? Dünyanın sahibi sənsən. Səndən nə İranda nə keçir? İran bizimdir. Sənin bir sənə muhrit bir istəsin tutacaq. Ondan kilayəm yoxdur, o bir dənə quldurma bir adamdır. Müstəkbir bir dövlətdə xüsusiyyətlə lat adam biridir, qumarbaz adam biridir, bir qoli Sərdar Süleymani. Kilayə onlardandır ki, burada onu himayət edirlər. Havanın nəyinlə himayət edir? Bu havanın nəyisizəm orada qəbulda. Yəni fikirsiz, məsələn, biz bunun Gəqqabana yıxıldıq elə, dediyin hamısını əncam verək, dəsturların itaat eləyək. Onda okeysiz, yəni, adam təcrübə edir sizdə. Fakat heç bir ehsas, bir qüdrət eləmişsiniz ki, biz özümüz təvəmməndik, qüdrətməndik. Biz vaqiyyətdə çox qüdrətməndik. Vəli bu həmrəhanı sost ənasır qoymur. Bizim kəmbudumuz yoxdur, istəyək yuxarı dərəcədə pişrəftə çataq. Adamımız çoxdur. Muntaka bu adamların zehniyyəti budur ki, elə biz qaçaq. İçəridəkilər də elə hol verir, gedin çölə, gedin. Məğzlərimizi pərvəriş verib, yollayırıq elə Ay Trumpın xidmətinə. Niyə buduruq? Əgər öz məğzlərimizi burada saxlaya bilək ki, onlar da qala. Hətmən çox az zamanda elə bu Amerikaya pişrəftdən biz pişrəftlər olduq. Buna şək eləməyin. İranın sabıqı təməddünüsü bunu göstərir. Amerikanın sabıqəsi nədir? Amerikanı gedib icad edənlər, onlar ki, gedib təsərrüf ediblər, o şəraitə satdıqlar kimlərdilər? Və İranın sabıqı təməddünüsü nədir? Öz qədrimizi bilək. İran fövqəladə qüdrətməndir, fövqəladə yuxarı potansiyellər var. Fəqət gərək buna bağ verməyək. Əgər bağ verirsək, hətmən bu keşvər öz cayqana çatacaq. Şək eləməyin. Bu naşiyyəz qürur deyil, bu eyni həqiqətdir. İranın cavanları, adamları fövqəladə qüdrətməndirlər. Əgər bir himmet eləsələr,